RMIG test toplusundan 13-cü sualın izahı. Hansı cümlədə nöqtənin yerinə sadə bağlayıcı artırmaq mümkün deyil. Çox insanın nankörlük etdiyini bilirdi, amma yenə də yaxşılığından qalmırdı. Bura sadə bağlayıcı olaraq hərçəndi artıra bilərik. Hərçənd çox insanın nankörlük etdiyini bilirdi, amma yenə də yaxşılığından qalmırdı. Deyim mümkün deyil, burada mümkün oldu. Evdən çıxmamışdı. Necə itə bilər? Evdən çıxmamışdı. Bura biz sadə bağlayıcıların məsəl üçün kidir, ilədir, isədir. Bunlar sadədir, ammadır, ancaqdır, lakindir. Bunların heç birini hal-hazırki vəziyyətdə artıra bilmirik. Çünki həm vergül işarəsinə görə, həm də bu vergül işarəsi biz 2-ni artıra bilərik bura. Amma 2 də burada nə olur? Ədəd olur. Çünki evdən çıxmamışdı. 2. Bu bəzən bunu artıranda deyirlər ki, bəs xəbəri yanında gəlibdir və bağlayıcıdır da deməli burada 2. Amma 2 heç də hər zaman fe'li xəbərin yanında gələndə bağlayıcı olmur. O bağlama funksiyasını yerinə yetirməlidir. 2-ni bağlayıcı kimi düşünəndə 2-dən sonra cümlə gözlənilməlidir. Elə bir təəssürat yaranır ki, yəni cümlənin ardı gəlir. Yəni bir cümlənin digər cümlənin bağlama funksiyası işə düşür. Amma burada evdən çıxmamışdı ki, belə də yekunlaşdıra bilərik. Amma burada 2 bağlayıcı olsaydı, cümləni belə yekunlaşdırmaq olmurdu. Yəni nəticə etibarilə burada sadə bağlayıcı 2-ni artırsaq, o ədəd olur, bağlayıcı olmur və digər sadə bağlayıcılarında bura artırmaq olmur. Deyə artırmaq mümkün deyil, elə bura artırmaq mümkün deyil. Bu baxımdan cavabımız elə. B variantı. Qasımgil dağın arxası ilə dolaşdılar. Mən isə kəndə tərəf getdim. İsə-ni qoya bilir, sadə bağlayıcıdır. Burada da olur. Uşaqdır, çox bilir. Uşaqdır, amma, ancaq, lakin bunların hər birini qoya bilər və sadə bağlayıcılardır. Hər kəs onun kəndi ilə necə davranacağını bilmirdi. Əvvəllər də bu işlə məşğul olmuşdu. Çünki əvvəllər də bu işlə məşğul. Hər kəs onun kəndi ilə necə davranacağını bilirdi daha doğrusu. Çünki əvvəllər də bu işlə məşğul olmuşdu. Burada çünkini artıra bildik. Bu da oldu. Cavabımız bu baxımdan artırmaq mümkün olmayan B variantıdır.